Hansı sahəni oxusan, daha yaxşı iş taparsan? Bugün bu sualı soruşanlar çoxdur. Bu sual təbii ki, son zamanlar süni intellektin inkişafından sonra da artıq tələbələr gələcəkdə hansı sahəni oxuyacağını tam dəqiqliklə bilmirlər. Çünki hər gün yeni ideyalar çıxır, yeni kəşflər olur və insanların artıq gələcəkdə hansı sahənin daha çox populyar olacağı, daha çox qazanc gətirəcəyi və daha çox faydalı olacağını hamıda bir sual işarəsi var. Və bu gün daha çox bu suallara cavab axtaracağıq. Əsas məsələ gələcəkdə tələbələr öz investisiyalarını 4 il, 6 il, 8 il bir təhsil sahəsinə ayırırsa, hər hansı bir sahəyə ixtisaslaşırsa və bu sahədə öz gələcəyini təbii ki, yaxşı görmək istəyir. Çünki əgər 8 il bir yerdə investisiya qoyub, vaxtını itirib, bütün o sahəni dərindən öyrənirsə və 8 il sonra həmin sahə heç kimə lazım deyilsə, o zaman tələbə üçün bu tam bir yanlış investisiya və bütün illərin itirilməsi olur. Əsas gəlin, ən əsas, önəmli və gələcəkdə dözə biləcək ixtisaslara nəzər salaq. Əsas 5 sahə üzrə detallı danışmaq istəyirəm. Onlardan birincisi təbii ki, süni və intellektual zəkadır. Bugün artificial intelligence olaraq keçən bu sahə hər gün hər sahəyə ayrıca təsir eləyir. Bu sahənin genişliyi həddən artıq çoxdur. Gələcəyi daha perspektivlidir və bu sahədə ixtisaslaşmaq tələbələr üçün, təbii ki, bu sahəni sevənlər üçün bu sahədə ixtisaslaşmaq tələbələr üçün böyük bir potensial qapını açır. Artificial intelligence elə bir sahədir ki, siz onu öyrənərək, yəni sadəcə artificial intelligence öyrəndiniz və məsələ bitdi deyil. Siz eyni zamanda əgər süni intellektə yönəlirsinizsə, siz datanı da bilməlisiniz, riyaziyyatı da bilməlisiniz, analitik bacarıqlarınız olmalıdır. Siz misal üçün sağlamlıq sahəsi olsun, marketinq sahəsi olsun, hər hansı sahədə siz süni intellekt üzrə ixtisaslaşmalısınız. Təbii ki, bu ilkin təhsildən sonra, məsələn, bakalavra siz süni intellekt üzrə oxuya bilərsiniz. Ondan sonra süni intellekt və sağlamlıq, süni intellekt və marketinq, süni intellekt və kiber təhlükəsizlik sahəsində ixtisaslaşa bilərsiniz. Bu sizin gələcəkdə ən böyük, ən populyar, ən çox istifadə olunacaq sahə olduğu üçün sizə böyük qapılar açacaq və siz bu qapılardan yaxşı istifadə edib həm özünüzə biznes qura bilərsiniz, həm də gələcəyinizdə işinizi təmin etmiş olarsınız. Bunun üçün nə etmək lazımdır? Məsələn, süni intellekti oxumaq üçün nəyi bilmək lazımdır? Nələr sizə daha çox önəmlidir süni intellektə başlamaq üçün? Təbii ki, süni intellekt, kompüter elmləri, riyaziyyat, data ilə əlaqəli olduğu üçün sizin ilk növbədə əgər orta məktəbdə oxuyursunuzsa Azərbaycanda, siz baxmalısınız ki, siz süni intellektdə nəyi bilməlisiniz? Kompüterin fundamental biliklərini öyrənməlisiniz, yəni kompüter dünyası necə işləyir, proseslər, əmrlər necə olur, kompüterdə proqramlaşdırma hansı səviyyələrdədir, aşağı səviyyəli proqramlaşdırma dilləri, yuxarı səviyyəli proqramlaşdırma dilləri var. Aşağı səviyyəli proqramlaşdırma dilləri daha çətindir, yuxarı səviyyələr daha asandır. Onların bir-birinə bağlılığı və s. bu sahələrdən biraz başına çıxmalıdır. Yəni, kompüter arxitekturası üzrə bu fundamental biliyiniz olmalıdır. Bunu da hər hansı bir mərkəzdə də gedib öyrənə bilərsiniz. Yaxşı müəllimdən, praktiki bilən, yəni sadəcə nəzəri bilənlər deyil, praktiki bilən müəllimdən və ya onlayn YouTube-a baxaraq bu sahədə yiyələnə bilərsiniz və xüsusilə əgər süni intellekt zəka sahəsinə gedəcəksinizsə, Python dili çox-çox önəmlidir. Çünki süni intellektin əsasını təşkil edən dillərdən biri Python'dır. Python avtomatlaşdırma və gələcək üçün çox potensiallı dillərdən biridir. Python'a başlamaq və Python'da biliklərinizi dərinləşdirmək sizə gələcəkdə süni intellektdə böyük bir üstünlük qazandıracaq. Bundan əlavə mütləq statistika, yəni data elmləri, data elmlərinin analizi, statistikası, yəni xüsusilə əgər orta məktəbdə oxuyursunuzsa, AP-dən, A-level-dan statistika fənlərini götürməyimiz böyük bir üstünlükdür. Çünki o sizə artıq prosesin necə işləyəcəyini, analizin necə olacağını və fikirlərinizin necə analitik dərəcədə analiz olunmasını təşkil edilməsi üzrə sizə fundamental yaxşı biliklər verəcək.
Bunları da bilməniz çox faydalı olacaq. Üçüncü olaraq hansı universitetlərdə bunu oxumalıyam? Əgər İngiltərə, Amerika kimi ölkələrdə oxuma cəhətdən hər hansı bir maliyyə sıxıntınız yoxdursa, mütləq onlara gedin deyəcəm. Çünki İngiltərədə Artificial Intelligence və ya Amerikada, Kanadada çox güclüdür. Fundamental bazaları yaxşıdır. Yəni bunların hər hansı bir universitetində oxumaq sizə böyük bir imkan, böyük bir qapıları açacaq. Amma əgər maliyyə baxımından İngiltərədə, Amerikada oxumaq daha çətin gəlirsə, şərqi ölkələrdən Estoniya çox yaxşıdır. Estoniyanın süni intellekt ixtisası həddən artıq güclüdür, amma eyni zamanda qəbul da çətindir. Bunun üçün fundamental riyaziyyatınız, reasoning, yəni məntiqi üzrə riyaziyyatınız çox yaxşı olmalıdır. Və ondan əlavə, əgər Estoniyada sizə çətin gəlirsə, siz Türkiyəyə baxa bilərsiniz və başqa yaxın ölkələrdən seçimlər edə bilərsiniz ki, onlara qəbul çox da sizin üçün çətin olmaz. Amma eyni zamanda, yəni qəbul çox ilkin versiya kimi önəmli olsa da, oxumaq da o qədər önəmlidir. Yəni siz bir süni intellekt sahəsinə gedirsinizsə, mənim dediyim sahələri zaten getmədən öncə bilməlisiniz. Əks halda universitetdə oxumağınız həddən artıq çətin olacaq. Bu sahə sizə görə olmayacaq və sizə görə olmayan, sizə sıxıcı gələn bir sahəni oxumaq sizə heç bir faydası yoxdur. Ona görə öncə hazırlıq, ondan sonra həmin sahədə oxumağı planlamalısınız. İkinci böyük sahəmiz kiber təhlükəsizlik. Bu sahə həm eyni zamanda əvvəl vurğuladığım kimi süni intellektlə bağlıdır, həm də bağlı deyil. Kiber təhlükəsizlik, yəni cyber security sahəsi çoxdan var, amma son zamanlar həddən artıq çox önəmli bir sahəyə çevrilib. Çünki dünya artıq böyük bir şəkildə həm süni intellektləşmə, həm də ki digitallaşma prosesinə gedir. Azərbaycanın özündə də bildiyiniz kimi Asan, MyGov və onların mərkəzi sistemlə birləşdirilməsi, Təhsil Nazirliyinin artıq OpenAI ilə razılaşıb, təhsil sahəsində də artıq digitallaşmanın böyük şəkildə baş verməyə başlaması və digər bütün sahələr, yəni siz 5 il sonra Azərbaycanın belə nə qədər çox böyük digitallaşma sistemi üzrə artıq ixtisaslaşacağını görə bilərsiniz. Və digitallaşma çoxaldıqca artıq banklardan da bunu bəlkə də hiss eləmiş olursunuz ki, dələduzluq halları həddən artıq çoxalıb və bu dələduzluq hallarının qabağını almaq üçün də tək yol var. Kiber təhlükəsizlik sahəsində çox güclü bir təcrübənin və bacarığın olması. Bu sahə elə bir sahədir ki, bu sahəni xaricdən alıb ölkəyə gətirə bilmirsiniz. Çünki hər ölkənin bu sahəyə ehtiyacı var. Hər ölkənin güclü mütəxəssisə ehtiyacı var. Amerikanın da, Rusiyanın da, Kanadanın da, Azərbaycanın da və hər kəs öz insanlığı bu sahədə yetişdirməyə çalışır. Və gələcəkdə bu sahə həddən artıq ən çox ehtiyacı olan sahələrdən biri olacaq. Çünki digitallaşma, süni intellektin inkişafı göstərir ki, gələcəkdə nə qədər süni intellekt çox inkişaf edirsə, kiber təhlükəsizlik də o qədər ehtiyacı olacaq bir sahə olacaq. Çünki banklar, maliyyə institutları, təhlükəsizlik sistemləri, ölkənin təhlükəsizlik saytları, sistemləri, portalları hamısını qoruyan bir sistem lazım olacaq və bu sistem üçün mütləq mütəxəssis lazımdır. Yəni onlar dələduz insanları necə kənarda tutacaqlar, onların önünü necə kəsəcəklər və ya bəzən ölkələrin müharibə vaxtı bir-birinə hücum eləməsi belə kiber təhlükəsizliyin nə qədər önəmli olduğunu göstərir. Yəni hərbi sahədə kiber təhlükəsizlik ayrı bir məsələdir, təyyarə sahəsində ayrı bir məsələdir və adi ölkənin əsas institutlarını qorumaq da böyük bir kiber təhlükəsizlik təcrübəsi istəyir. Və bu sahə sizin üçün, yəni bu sahəni sevən üçün inanılmaz bir potensialdır və siz 10 il, 15 il, 20 il də olsa bu sahə hər zaman ehtiyacı olan bir sahə olacaq. Bu sahə üçün nə lazımdır? Bu sahə təbii ki, cyber security'nin ana fundamental biliyi kompüter elmləridir. Yəni siz cyber security'yə qəbul olacaqsınızsa, cyber security sahəsində oxumaq istəyirsinizsə, siz mütləq kompüter elmlərinin fundamental sistemini çox yaxşı başa düşməlisiniz. Belə bir analitik düşünmə və sürətli düşünüb qərar vermə bacarıqlarınız inkişaf etməlidir. Çünki süni intellekt kiber təhlükəsizlik çox sürətli bir yanaşma istəyir. Yəni anında reaksiya verə bilmək, anında başqa bir insanın düşüncəsini həll edə bilmək, onun yolunu tuta bilmək və onun qarşısını ala bilmək çox böyük bir bacarıq istəyir və bu sahə
Ona görə hər kəs üçün deyil, bu sahədə daha sürətli düşünə bilən, daha belə lakonik desəm, hazır cavab bir insanın daha çox bu sahədə uğurlu ola biləcəyini göstərir. Və təbii ki, buna da siz öncədən yenə hazırlaşmalısınız. Yəni kompüter elmlərini bilmək əsas şərtlərdən biridir. Məntiqi riyaziyyatı bilmək çox önəmlidir. Analitik düşüncə, analitik bacarıq və sürətli analiz etmə bacarığı çox vacib sahələrdəndir ki, siz bu sahədə həm oxuya biləsiniz, həm də bacarıqlı bir mütəxəssis kimi yetişə biləsiniz. Bu sahə dünyada hər kəsə lazım olan bir sahədir. Yəni bunu oxuduqdan sonra xaricdə də işləyə bilərsiniz, Azərbaycanda da işləyə bilərsiniz. Öz sahənizi də qura bilərsiniz. Yəni kiber təhlükəsizlikdə güclü işləyən insanların çoxunun özlərinin şirkətləri var. Artıq özləri başqa şirkətlərə kiber təhlükəsizlik xidmətləri təklif edirlər. Yəni düşünün, bu sahədə siz əgər hansısa şirkətdə işləmək istəmirsinizsə, sadəcə şirkət qurub idarə eləmək sizin üçün heç də çətin olmayacaq. Çünki başqa şirkətlərin təhlükəsizliyini təmin etmiş olacaqsınız. Bu sahə ona görə çox vacibdir. Gələcəkdə böyük bir potensialı var. Dediyim kimi, süni intellekt nə qədər böyüsə, digitallaşma nə qədər böyüsə, kiber təhlükəsizliyin önəmi də o qədər çox olacaq. Üçüncü ən böyük sahəmiz sağlamlıq və biotexnologiya. Bildiyiniz kimi son zamanlar biotek, biohacking, yəni bioloji proseslərdə böyük bir dəyişikliklər eləmək, genetika sahəsində olan inkişaflar və insanların çox cavan qalmaq istəməsi, uzun yaşamaq istəməsi və buna görə son zamanlar artan tələbat və yaşlanan nəsil bu sahəni həddən artıq önəmli bir sahəyə çevirib. Artıq cərrah olmaq, həkim olmaq, diş həkimi olmaq deyil də biotexnologiyada mütəxəssis olmaq daha önəmli və populyar halə gəlir. Çünki bu sahənin bir çox elementləri var. Əgər siz genetika sahəsində bir inkişaf və mütəxəssis olmaq istəyirsinizsə, bura insanların artıq gələcəkdə düşünmə tərzləri, dərmanların inkişafı, insanların dərmanlara təsiri, dərmanları qəbul etdiyiniz insanların ona reaksiyası və s. bir çox şey burada genetik faktorlar və onların gələcəkdə inkişafı həddən artıq böyük inkişaf var. Bəlkə Azərbaycanda bugün bunlar çox məşhur deyil. Bu sahədə çox böyük bir investisiya hələlik yoxdur. Amma Türkiyə olsun, Amerika olsun, Kanada olsun, Avropa olsun, artıq Rusiya olsun, onlar bu sahədə böyük bir investisiya potensialı açıblar ki, gələcəkdə bu sahənin önəmi həddən artıq çoxdur. Və ya Dubayda həddən artıq böyük mərkəzlər var. Yəni insan ömrünü uzatmaq üçün, daha uzun yaşamaq üçün biohacklər, biotexnologiya, bioengineering çox önəmli bir sahəyə gəlib çıxıb və bu sahəni oxumaq, əgər siz tibb sahəsini sevirsinizsə, insanların həyat tərzinin daha da yaxşılaşmasını sevirsinizsə, bu sahə sizin üçün tam bir uyğun prosesdir və buna hazırlaşmanız da çox əslində çətin deyil. Bunun üçün sadəcə siz orta məktəbdə biologiyanı, kimyanı çox yaxşı oxumalısınız. Bunlar fundamental elmlərdir. Mümkünsə beynəlxalq səviyyədə, A-level səviyyəsində və ya AP səviyyəsində oxuyub imtahanları verib öz biliyinizi burada yoxlayıb həm də daha yaxşı universitetlərə qəbul ola bilərsiniz. Əgər siz A-level biologiya sahəsində oxuyursunuzsa kimyanı, siz artıq güclü universitetlərə də qəbul olma şansınız artır və ona görə sizin sırf biotek deyə bir sahə oxumanıza ehtiyac yoxdur. Onu universitetdə oxuyursunuz. Amma biotekin, biohackin əsas fundamental orta məktəb fənləri biologiya və kimyadır. Bundan əlavə riyaziyyatı bilməniz çox önəmli olacaq və fizikanı müəyyən qədər, yəni engineering, mühəndislik işin içində olduğu üçün müəyyən qədər fizikanı və ya mexaniki riyaziyyatı falan öyrənsəniz də çox yaxşı olacaq. Çünki gələcəkdə siz daha çox həm biotexnologiya, biohack, genetika və eyni zamanda bioengineering də sahəsində işləyə bilərsiniz. Azərbaycanda bu sahəyə də əslində bioengineering sahəsinə tələbat həddən artıq böyükdür və gələcəkdə də daha çox olacaq. Çünki indiki həkimlər, indiki mütəxəssislər artıq onlar öz təcrübələrini qazanıblar və onlar yeni texnologiya adaptasiya olmaqda çətinlik çəkirlər və çox da ehtiyacları yoxdur. Çünki onlar fikirləşir ki 10 il sonra əgər
təqaüdə çıxacamsa, mən niyə artıq bütün bu yeniliklərə adaptasiya olmalıyam və bu qalır gənc nəsillərin öhdəsinə. Ona görə siz gənc biri olaraq gələcəyinizi daha parlaq, tibb sahəsində daha güclü görmək istəyirsinizsə, mütləq bu sahələrdən birini seçib davam etməlisiniz. Çünki bu sahələr sizin gələcəkdə həm iş qurma, həm iş idarə etmə, həm yaxşı iş tapma, böyük bir şirkətlərdə yaxşı iş tapma şansınızı həddən artıq artıracaq və Azərbaycanda bu sahə çox yeni olduğu üçün artıq siz universiteti bitirəndə bu sahə ən çox tələbatı olan sahələrdən biri olacaq və siz rahatlıqla həm özünüz üçün iş qurub o sahədə xidmət göstərə biləcəksiniz, həm eyni zamanda istəsəniz böyük şirkətlərdə işləyib çox yaxşı maaş qazana biləcəksiniz. Yəni bu sahəni əgər özünüz uşaqlıqdan tibb sahəsini fikirləşirdinizsə, təbii ki, tibb sahəsi bizdə deyəndə daha çox cərrahlıq, həkim sahəsini düşünürdünüzsə, artıq siz bu ixtisası müəyyən qədər dəyişə bilərsiniz. Çünki həkim olmaq gözəldir, həkimliyə hər zaman ehtiyac var, amma həkimliyi 6 il oxumaq var, ondan sonra 2 il rezidentura oxumaq var, ondan sonra daha çox həkim kimi fəaliyyətə başlayırsınız. Amma bu sahələri sadəcə 4 il oxuyub, ondan sonra birbaşa iş, karyera dünyasına giriş eləyə bilərsiniz. Bunun da üstünlüklərdən biri budur və həkim olmaq qədər oxuması o qədər də çətin deyil. Sadəcə bu sahəni daha fərqli yöndən öyrənib gələcəkdə yaxşı karyera qura bilərsiniz. Ona görə əgər bu sahəni düşünürsünüzsə mütləq biologiya və kimya sahəsinə çox yaxşı hazırlaşın. Mümkünsə A-level, AP-dən imtahanlar götürün və gələcəyinizi parlaq bir şəkildə tamamlaya bilərsiniz və bu sahədə eyni zamanda Azərbaycan Təhsil Nazirliyi də təqaüd proqramları var. Siz uyğun universitetə girib Təhsil Nazirliyinin təqaüd proqramlarından da yararlanıb heç bir ödəniş eləmədən xaricdə ən yaxşı universitetlərin birində təhsil alıb Azərbaycana qayıdıb iş və karyera dünyanızı qura bilərsiniz. Dördüncü sahəmiz yaşıl enerji və davamlılıq. Yaşıl enerji Azərbaycanda da bildiyiniz kimi artıq çox önəmli və gələcəyi potensialı olan bir sahədir. Bu sahə, yəni bizim azad olunmuş ərazilərimizdə, Qarabağda da yenidən qurulur və onların da gələcəkdə böyük bir yaşıl enerji potensialına malik olacaq. Və bu sahədə yaşıl enerji mühəndisliyi, yaşıl enerjidə inkişaf və o prosesin qurulması, yaşıl enerjinin idarə olunması, bu sahələr getdikcə daha çox böyüyür. Bu sahə başqa sahələr kimi çox böyük bir kütləyə sahib deyil. Çünki bu sahə daha yeni başlayır. Yəni dünyada da yeni qurulduğu üçün bu sahədə gələcək daha perspektivli olacaq. Çünki bu sahədə mütəxəssis həddən artıq çox azdır. Yəni hansı ölkələr artıq yaşıl enerjiyə daha çox enerji qoyursa, xüsusilə bu sahəyə investisiya qoyanların çoxu Ərəb ölkələridir. Çox maraqlıdır ki, yəni neft istehsal edən ölkələrin çoxu yaşıl enerjiyə daha çox investisiya qoyurlar. Çünki onlar nəzərə alırlar ki, 10 il, 20 il sonra artıq neft ehtiyatları azalacağı üçün yaşıl enerjinin önəmi daha çox olacaq və o sahədə inkişaf edib yenə eyni məntiqdən enerji istehsal edib dünyanın və qlobal enerjinin əsas təminatçısı olmaq istəyirlər ki, bu da çox məntiqlidir. Artıq BIP də yaşıl enerjiyə müəyyən investisiya ayırıb, Azərbaycan dövlətinin də yaşıl enerjiyə marağı çoxdur və yaşıl enerji həm də bizim dövlət təqaüd proqramında da olduğu üçün gələcəkdə çox perspektivli, amma xüsusi bir sahə olduğu üçün də çox insanın seçdiyi bir sahə deyil. Yaşıl enerjiyə marağı olan həddən artıq çox adam yoxdur. Yəni tibb kimi, mühəndislik kimi, kompüter elmləri kimi populyar bir sahə deyil. Amma öz spesifik sahəsində, öz yönündə güclü bir potensialı olan bir sahədir və Azərbaycanda da gələcəkdə perspektivi olan bir sahədir. Yəni bizdə kosmos sahəsində nə qədər potensial varsa, yaşıl enerjidə ondan biraz daha çox ola bilər. Çünki yaşıl enerjinin müəyyən bir spesifik sahəsi var və o sahənin içində çox böyük genişlənmə şansı yoxdur. Əgər sizin marağınız məsələn neft mühəndisliyidirsə, material mühəndisliyidirsə, bu sahəni gələcəkdə oxumaq istəyirdinizsə, siz bunu yaşıl enerji ilə əvəzləyə bilərsiniz. Çünki 5 il, 10 il sonra bəlkə neft mühəndisliyinə çox ehtiyac olmayacaq. Çünki kifayət qədər neft mühəndisliyində mütəxəssis var. Onlar artıq neft sahəsi azaldıqca, neftin qiyməti daha aşağı düşərsə, ehtiyac daha da azalarsa, elektrik
və yaşıl enerjiyə keçid daha çoxalarsa, təbii ki, ehtiyatda olan mühəndis həddən artıq çox olacaq və sizin bu sahədə iş tapma potensialınız daha az olacaq. Amma siz yaşıl enerji mühəndisliyi, yaşıl enerji sahəsində ixtisaslaşsanız, siz 5 il, 10 il sonra daha çox tələbatı olan bir sahəni və daha çox mütəxəssisi az, ehtiyacı daha çox olan bir sahədə yaxşı iş tapa bilərsiniz, yaxşı iş qura bilərsiniz və gələcək parlaq karyeranız ola bilər. Bunun üçün çox böyük bir hazırlığa ehtiyac yoxdur. Sadəcə müəyyən qədər riyaziyyat, müəyyən qədər mühəndislik sahəsinə aid olan fənləri oxusanız, sizin üçün yaşıl enerji sahəsində yaxşı bir mütəxəssis olmaq kifayət eləyəcək. Ona görə əgər neft sahəsinə, enerji sahəsinə bir marağınız varsa, bu sahədə oxuyub irəli getmək istəyirsinizsə, yaşıl enerji yeni, gələcək potensialı böyük olan bir sahədir. Mütləq bu sahəni seçin və 5 il, 10 il sonra heç də peşman olmayacaqsınız. 5-ci sahəmiz rəqəmsal marketinq. Çox önəmli, hər zamanın ən önəmli sahələrindən biridir. Çünki marketinq hər zaman başqa formatlara girsə də əsrlər boyu marketinq olaraq qalır və bu sahə hər zaman biznes dünyası olduqca, kapitalizm sistemi işlədikcə marketinqə və xüsusilə bugünkü günümüzdə rəqəmsal marketinqə çox ehtiyac var. Nə qədər marketinqi hər kəs düşünsə ki, süni intellekt əvəz edə biləcək, artıq süni zəka o qədər inkişaf edib ki, kimisə marketinqi düşünməyinə ehtiyac olmayacaq. Amma unutmamalıyıq ki, marketinq bir yaradıcılıq sahəsidir və bu sahədə yaradıcılıq hər zaman insan faktorunun ən önəmli verdiyi bir bacarıqdır. Süni intellekt nə qədər inkişaf etsə də, böyüsə də marketinqi tamına əvəzləməsi qeyri-real görünür və ona görə də bugün ən önəmli olan analitika əsaslı rəqəmsal marketinq çox önəmlidir və bu sahədən oxumağa, bu sahəyə gələcəkdə böyük bir potensial olaraq baxmağa ehtiyac var. Rəqəmsal marketinq normal marketinqdən fərqi artıq marketinq sadəcə yaradıcılıq deyil, eyni zamanda data əsasında formalaşan marketinq daha çox populyarlaşır. Yəni siz həm datanı analiz eləməlisiniz, həm eyni zamanda yaradıcılıq bacarıqlarınızı ortaya qoyub yaxşı bir marketinq proqramı və ya təklifi ortaya çıxartmalısınız. Bugünün dünyasında ən çox lazım olan sahə marketinq, amma daha çox data əsaslı, daha çox analitika əsaslı, düşünülmüş, planlaşdırılmış və hesablanmış bir marketinq önə çıxır. Təbii ki, indi süni intellekt yenidir. Süni intellektin içində daha marketinq sahəsi formalaşmayıb. Yəni süni intellekt insanların şirkətlərini hansı meyarlar əsasında alacaq, inkişaf etdirəcək, göstərəcək və ya yəni Google axtarışı artıq yavaş-yavaş süni intellektlə əvəzləndikdən sonra bu sahədə təbii ki, rəqəmsal marketinqin önəmi daha çox olacaq. Yəni siz rəqəmsal marketinq deyəndə eyni zamanda süni intellektin də işlədəcəyi marketinqi nəzərdə tutursunuz. Ona görə bu sahədə oxumaq, xüsusilə data ilə bağlı marketinq oxumaq çox önəmlidir və gələcək perspektivi həddən artıq çoxdur. Əgər siz bu sahədə oxumaq istəyirsinizsə, marketinq dünyasında daha çox olmaq istəyirsə, mütləq Qərb universitetlərini, Qərb ölkələrində təhsil alın. Burada Hollandiya, Niderland ola bilər, İngiltərə ola bilər, Amerika ola bilər, İrlandiya ola bilər və bunların həm data tərəfləri güclüdür, həm də dünyanın əsas marketinq şirkətləri daha çox bu ölkələrdəndir və bu ölkələrdə siz rəqəmsal marketinq oxumaqla həm Azərbaycan Təhsil Nazirliyinin təqaüdündən istifadə edə bilərsiniz, daha çox master proqramları üçün, həm də ki, öz hesabınıza oxuya bilərsiniz və gələcəkdə bu perspektivdə daha yaxşı, güclü fəaliyyət göstərə bilərsiniz. Rəqəmsal marketinqin ən böyük üstünlüklərindən odur ki, siz öz sahənizdə də rahat şirkət yaradıb və xidmət göstərə bilirsiniz. Hər hansı şirkətdə korporativ sahədə işləmək istəmirsinizsə, çox asanlıqla böyük bir investisiya olmadan özünüzə şirkət yarada bilərsiniz. Çünki bunun üçün əsas siz bir neçə əməkdaş və sadəcə sizin bacarıqlarınız yetərli olur ki, siz şirkətlərə öz rəqəmsal marketinq xidmətlərinizi təklif edirsiniz və öz istədiyiniz kimi işləyib öz gələcək karyeranızı inkişaf elətdirirsiniz. Ona görə humanitar və biznes sahəsinə gedən insanlarda rəqəmsal marketinq, xüsusilə marketinq sahəsinə maraq varsa, rəqəmsal marketinq ən önəmli ixtisaslardan biri olacaq.